Salamünaleyküm. Mən bu gün yenə sizlərdən sağlamlıqdan danışmaq istəyirəm. Mövzumuz isə əsəb nevroloji xəstəliklərinin yaranma səbəbi və bunlardan insanlar necə xilas ola bilər? İnsanlar bəzən özlərini çox ağır yüklərlə, ağır fikirlərlə yükləyirlər və sonradan çıxılmaz bir vəziyyətdə qalırlar. Bəzən insanlar, mən də məsləhət edirəm, mənim yanıma müraciət edən adamlara da deyirəm ki, əgər siz psixoloji durumunuz çox ağırdırsa, onda siz ibadətlə məşğul. Fərqi yoxdur. Siz xristiansa, xristian dinlə ibadət edə bilərsiniz və yaxud başqa dinlə. Eyni zamanda, əgər müsəlmansa, siz İslamı qəbul edə bilərsiniz. Yəni, İslamın əməllərinə riayət etməlisiniz. Və bəzən də bunu insanlar başa düşmür. İnsanlar fikirləşir ki, bunun nə dəxli var mən əsəb nevroloji xəstəliklər olanında insanlar bir nömrəli. Gərək heç olmasa dinlə məşğul olsunlar. Fərqi yox dediyim kimi hansı dindən? Əsas odur ki, Allaha sidq ürəklə inansınlar. Yəni, Allaha inan bəzən insanlarda çox qəliz başa düşürür. Allaha inan, yəni əsas xəstəliyi olan psixoloji və ya digər xəstəliklərdə olanda da, yəni Allaha inam, yaradana inam, özümün elə bir ki, əsəbli vəziyyətimin, yəni yükünün, əsəb yükünün bir hissəsini demək olar ki, Allahla bölmək. Məsələn, tutaq ki, Allah belə bilən məsləhətdir. Allah nə bilirsə, deməli, məsləhətdirsə, bu gün mənə bu yükü veribsə, bu əsəb nevroloji xəstəliklərə mən yolxuşmuşamsa, özü bilərəkdən, yəni məsləhət bir Allah heç vaxtı çəkə bilməyəcəyi yükü heç kəsə yükləmir. Yəni, o kim ki çəkə bilərsə onu da. Və bugünkü bizim vəziyyətimizdə bu vəziyyətlərsə onu da bizə məsləhət verir. Yəni, bunu bu cür başa düşmək olar. Bəzən namaz qılmaq, bəzən ibadətlə məşğul olmaq çox yüksək səviyyədə insanları və psixoloji durumdan xilas edə bilər. Və çalışın, sidq ürəyin, nə edirsiniz, edin sidq ürəyin. Fərqi yoxdur, hansı dində qulluq eləməyiz. Əsas odur ki, müsəlman edirsəz daha yaxşı olar, bizə biraz yaxın olar, ancaq istənilən halda ibadətlə məşğul olmaq, Allaha iman gətirmək, dinə iman gətirmək özü də biz əsəbi nevroloji xəstəliklərin yüngülləşməsidir. Bax, elə bir ki, yükünüzün yarısını elə bir ki, Allah sizdən götürəcək və Allah bilən məsləhətdir. Yəni, o məsləhət bilirsə, o bilən məsləhətdir. Bəlkə də burada bir haqq var, bəlkə də nə eləyirsə, onun əməlində bir haqq var. Bax, bunun özü də bir insanlara psixoloji durumunu yaxşılaşdırır. İnanın ki, dediyimi eləsəz mütləq xeyrini görərsiniz.